Börək daşını və xəstəliklərini qoruyan 8 möcüzəvi qida. Börəklərinizin səssiz-sədasız sizi qoruduğunu bilirdinizmi? Onlar bədənimizdəki zərərli maddələri süzərək sağlamlığımızı qoruyur. Amma çox az insan bu həyatı vacib orqanlarını necə düzgün qoruyacağını bilmir. Bəzi qidalar var ki, börəkləriniz üçün əsl möcüzədir. Onlar börək daşlarının yaranmasının qarşısını alır, toksinləri təmizləyir və börəklərinizi daha güclü edir. Təəssüf ki, bu qidaların əksəriyyətini çox insan tanımır və ya gündəlik rasionuna daxil etmir. Və siz börəklərinizi təbii yollarla qorumaq istəyirsinizmi? O zaman diqqətlə qulaq asın. İndi sizə börəklərinizin dostu olan nadir bilinən, amma inanılmaz dərəcədə faydalı qidalardan danışacağam. Videonu sona qədər izləyin, çünki adını heç eşitmədiyiniz qidalar sizi çox təəccübləndirəcək. 1. Qara turp. Börəklərinizi təbii yollarla qorumaq istəyirsinizsə, qara turpu rasionunuza əlavə edin. Bu kiçik, amma çox güclü tərəvəz börəkləri təmizləyən və onların sağlam fəaliyyətini dəstəkləyən ən təsirli qidalardan biridir. Qara turp bədəndən toksinləri atmağa kömək edir və sidik yollarını təmizləyir. Bu xüsusiyyəti sayəsində börək daşlarının yaranmasının qarşısını alır. Üstəlik iltihab əleyhinə təsiri ilə börəklərdə yığılan zərərli maddələri azaldır və onları gücləndirir. Əgər börəklərinizin daha sağlam işləməsini istəyirsinizsə, həftədə ən azı 2-3 dəfə qara turp yeməyə çalışın. Onu salatlara əlavə edək, şirəsini sıxıb içə və ya sadəcə doğrayıb yeyə bilərsiniz. Bir çox insan qara turpun börəklər üçün faydalarını bilmir, amma bu sadə qida düzgün istifadə edildikdə börəkləri qorumaqda möcüzələr yaradır. 2. Yulaf suyu. Börəklərin sağlam qalmasını istəyirsinizsə, yulaf suyunu rasionunuza daxil edin. Bu sadə lakin çox faydalı içki börəklərinizi təmizləyərək onların normal işləməsinə kömək edir. Yulaf suyu bədəndən artıq duz və toksinləri çıxarır, börəkləri yüklənmədən qoruyur, sidik yollarının təmizlənməsinə kömək etdiyi üçün börək daşlarının yaranmasının qarşısını alır. Eyni zamanda tərkibindəki liflər sayəsində qan təzyiqini tənzimləyir və börəklərə düşən yükü azaldır. Bu içkini hazırlamaq isə çox asandır. 1 stəkan yulafı 1 litr suda bir neçə saat saxlayın. Sonra süzüb gün ərzində için. Düzənli istifadə etsəniz, börəklərinizdə yığılan zərərli maddələrin təbii yollarla xaric olmasına kömək edəcək. Bir çox insan yulafı səhər yeməyi üçün istifadə edir, amma onun suyunun börəklərə faydasını bilən çox azdır. 3. Quru cəfəri kökü. Börəklərin təmizlənməsini və sağlam qalması üçün ən güclü təbii vasitələrdən biri quru cəfəri köküdür. Bu sadə, lakin çox təsirli bitki börəklərdə yığılan zərərli maddələri bədəndən atmağa kömək edir. Cəfəri kökü sidik qovucu təsirə malikdir, yəni börəklərin daha çox maye xaric etməsinə kömək edir. Bu da həm börək daşlarının yaranmasının qarşısını alır, həm də artıq duz və toksinlərin bədəndən çıxmasını sürətləndirir. Həmçinin iltihab əleyhinə təsiri sayəsində börək infeksiyalarına qarşı da qoruyucu gücə malikdir. İstifadəsi isə çox asandır. Quru cəfəri kökünü çay kimi dəmləyib içə bilərsiniz. Bunun üçün 1 çay qaşığı quru cəfəri kökünü qaynar suya əlavə edin və 10 dəqiqə saxlayın. Gündə 1 fincan içmək börəklərinizi təmiz qalmasına kömək edəcək. Çox insan cəfərinin yarpaqlarını istifadə edir, amma kökünün börəklərə faydasını bilənlər azdır. 4. Qızılgül çayı. Börəklərin sağlam qalmasını istəyirsinizsə, qızılgül çayını rasionunuza əlavə edin. Bu incə və ətirli çay təkcə sakitləşdirici deyil, həm də börəkləri təmizləyən güclü bir təbii vasitədir. Qızılgül çayı bədəndə yığılan duz və toksinləri sidik yolu ilə xaric etməyə kömək edir. Bu xüsusiyyəti sayəsində börək daşlarının yaranmasının qarşısını alır. Eyni zamanda iltihab əleyhinə təsiri və ya börəklərin infeksiyalardan qorunmasına kömək edir. Sidik qovucu xüsusiyyəti sayəsində börəklərin yüklənmədən işlənməsini təmin edir. Bu çayı hazırlamaq isə çox asandır. Bir neçə quru qızılgül ləçəyini qaynar suya əlavə edin və 5-10 dəqiqə dəmləyin. Gün ərzində 1-2 fincan içmək börəklərin təmizləməsinə və sağlam qalmanıza kömək edəcək. Çox insan qızılgül çayını sadəcə rahatlamaq üçün içir, amma onun börəklərə faydasını bilənlər azdır. 5. Kətan toxumu. Börəklərinizi təbii yollarla qorumaq istəyirsinizsə, rasionunuza kətan toxumu əlavə edin. Bu kiçik, lakin inanılmaz dərəcədə faydalı toxum börəkləri təmizləyir və onların sağlam fəaliyyətini dəstəkləyir.
Kətan toxumu iltihabı azaldır və böbrəklərin funksiyasını yaxşılaşdırır. Onun tərkibində olan omega-3 yağ turşuları böbrək toxumlarını qoruyur və onları zədələmədən müdafiə edir. Bundan əlavə, kətan toxumu bədəndəki artıq mayenin xaric olmasına kömək edir və böbrəkləri yüklənmədən qoruyur. İstifadəsi isə çox asandır. Kətan toxumunu üyüdərək yoğurtla, salatlara və ya smoothie ilə əlavə edə bilərsiniz. Həmçinin bir çay qaşığı kətan toxumunu isti suda dəmləyib içmək böbrəklərinin təmizləməsinə kömək edir. Bir çox insan kətan toxumunun sağlamlıq üçün faydalı olduğunu bilir, amma onun böbrəkləri qoruma gücündən xəbərsizdir. 6. Balqabaq tumları. Böbrəklərinizin sağlam qalmasını istəyirsinizsə, balqabaq tumlarına qidalanma rasionunuza əlavə edin. Bu kiçik, lakin çox güclü tumlar böbrəklərin funksiyasını dəstəkləyir və zərərli maddələrin orqanizmdən çıxarılmasına kömək edir. Balqabaq tumları maqnezium və sinik ilə zəngindir. Bu minerallar böbrəklərin sağlam qalmasına kömək edir və onların iltihablanmasının qarşısını alır. Həmçinin balqabaq tumları sidik qovucuq xüsusiyyətinə də malikdir. Bu da böbrəklərin daha səmərəli işlənməsinə və artıq duzların bədəndən xaric olmasına kömək edir. İstifadəsi isə çox asandır. Onları qovrulmuş və ya çiy şəkildə qəlyanaltı kimi yeyə bilərsiniz. Həmçinin salatlara və ya yeməklərə əlavə edərək gündəlik qidalanmanızda istifadə edə bilərsiniz. Çox insan balqabaq tumlarının dadlı bir qəlyanaltı kimi görür, amma onların böbrəkləri qoruma gücündən xəbərdar olanlar çox azdır. 7. Qırmızı çoğundur suyu. Böbrəklərin sağlam qalmasını istəyirsinizsə, qırmızı çoğundur suyunu rasionunuza daxil edin. Bu təbii və güclü içki böbrəkləri təmizləyir, onları toksinlərdən qoruyur və funksiyalarını gücləndirir. Qırmızı çoğundur böbrəklərdə oksalat və daşların yaranmasının qarşısını alır. Onun tərkibindəki antioksidantlar və təbii detoks təsiri sayəsində böbrəklərin yükünü azaldır. Həmçinin çoğundur suyu qan dövranını yaxşılaşdırır və böbrəklərin lazımi qida maddələri ilə təmin olunmasına kömək edir. İstifadəsi çox sadədir. Bir ədəd çoğunduru şirə çəkəndən keçirib suyunu içə bilərsiniz. Həmçinin onu başqa tərəvəz və ya meyvə şirələri ilə qarışdıraraq dadını daha yumşaq edə bilərsiniz. Amma həddindən artıq istifadə etməmək vacibdir. Çünki çoğundur sidiyin rəngini dəyişə bilər. Çox insan çoğunduru yalnız salatlara istifadə edir, amma onun böbrəklər üçün əsl möcüzə olduğundan bilənlər azdır. 8. Xiyar şirəsi. Böbrəklərin təmiz qalmasını və sağlam işləməsini istəyirsinizsə, xiyar şirəsini rasionunuza əlavə edin. Bu sadə, lakin çox güclü içki böbrəkləri toksinlərdən təmizləyərək və onların daha yaxşı işlənməsinə kömək edir. Xiyar şirəsi bədəndə sidik turşusunu azaldır və böbrəklərin yüklənmədən işlənməsini təmin edir. Həmçinin böbrəklərdə daş və qum yığılmasının qarşısını alır. Xiyarın yüksək su tərkibi böbrəklərin fəaliyyətini dəstəkləyir və bədəndə su balansını qoruyur. İstifadəsi isə çox asandır. Bir neçə təzə xiyarı şirə çəkəndən keçirib suyunu içə bilərsiniz. Daha yaxşı təsir üçün bir neçə damcı limon suyu və ya bir çimdik cəfəri əlavə edə bilərsiniz. Gün ərzində bir stəkan içmək böbrəklərinizi təmiz və sağlam saxlamağa kömək edəcək. Çox insan xiyarın böbrəklər üçün nə qədər faydalı olduğunu bilmir, amma onun şirəsi əsl təbii dərmandır. Böbrəklərinizin sağlam qalması üçün qidalanma vərdişlərinizi düzgün seçmək çox vacibdir. Bu videoda sizə böbrəkləri qoruyan 8 möcüzəvi qidadan danışdım. Onları rasionunuza əlavə etsəniz, böbrək daşlarının yaranmasının qarşısını ala, iltihabları azalda və böbrəklərin daha yaxşı işlənməsini təmin edə bilərsiniz. Unutmayın, sağlamlıq vaxtında qayğı göstərməklə qorunur. Əgər siz də böbrəklərinizi təbii yollarla gücləndirmək istəyirsinizsə, bu qidaları mütləq yoxlayın. Videonu bəyəndinizsə, videonu bəyənin və daha faydalı məlumatlar üçün kanala abunə olmağı unutmayın. Rəylərdə hansı qidanı daha çox istifadə etdiyinizi yazın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir.